Esselamu Aleyküm. Bismillahirrahmanirrahim. Şiəliyi qəbul etmiş qardaşlarımdan bir çoxu məndən necə dəstəmaz almaq barəsində video çəkməyimi istəmişlər. Allahın izni ilə indi mənlə birgə əməli baxımdan Allahın kitabına və Allah Rəsulunun sünnəsinə əsasən necə dəstəmaz almağı müşahidə edəcəksiniz. Görəcəyik ki, Allah Rəsulu sallallahu aleyhi və alihi necə dəstəmaz almışdır. İlk olaraq əgər əldə, üzdə və ya ayaqda hər hansı bir nəzasət və ya qan varsa, dəstəmazdan əvvəl həmin nəzasəti yumaq, daha sonra həmin üzvləri qurulamaq lazımdır. Təmizlənmək və çimmək ayrıdır. Dəstəmaz və qüsl almaq ayrıdır. Dəstəmaz almaq bədəni namazda Allahla görüşə hazırlamaq deməkdir. Bu da şəri hökmdür. Dəstəmazda bəzi müstəhəb əməllər vardır. Bu müstəhəb əməllər vacib deyildir. Yəni, əgər bunlar etsən, sənin üçün daha çox savab və əcr vardır. Həmin müstəhəb əməllərdən biri krana yaxınlaşıb, onu açarkən bu duanı oxuyursan. Bismillah velhamdülillahi'llezî cealel mâ'a tahuran ve lem yec'alhu necisa. Sonra əllərini yuyursan. Əllərini yuyarkən deyirsən. Bismillah ve billah Allahümme cealni mine't-tevvabin ve cealni minel-mutatahhirin. Sonra 3 dəfə ağzına su alarak deyirsən. Allahümme laqqinni hüccet yevme alqak ve atluk lisani bi zikrik. Sonra 3 dəfə burnuna su alarak deyirsən. Allahümme la tahrim aleyye rihal cennet ve cealni mimmen yeşummu rihaha ve ruhaha ve tibaha. Bütün bunlar müstəhəb əməllərdəndir. Üzr istəyirəm ki, üzümdə maska olduğundan bütün bunları sizə göstərə bilməyəcəm. Lakin onun keyfiyyəti Allahın izni ilə sizin üçün aydındır. Elə ki, buruna su alıb qurtardın, üzü yumağa başlayırsan. Dəstəmazda üzü yumaq vacibdir. Bundan sonra gəlin mənlə birgə Allahın kitabını açaq və dəstəmaz ayəsini oxuyaq. Elə ki, Allah Teala Ya eyyuhellezîne amenu. İzâ qumtum ilas-salât faghsilû vujuhakum. Deməli, Allah Teala'nın buyurduğu kimi bizə ilk edilməsi vacib olan şey üzü yumaqdır. İndi də mənlə birgə sünnəyə baxaq və görək ki, Allah Rəsulu sallallahu aleyhi və alihi necə dəstəmaz almışdır və bu ayəni necə şərh etmişdir. Deməli, Sünnən-ü Əbu Davud kitabında səhifə 150-də belə gəlir və hədis səhihdir. Allah Rəsulu belə buyurmuşdur. Sizdə birinizin Allahın əmr etdiyi kimi gözəl bir tərzdə dəstəmaz almayınca dəstəmazı tam olmayacaqdır. Ey Allahın Peyğəmbəri, Allah bizə necə əmr etmişdir? O belə deyir, üzünü yusun. Lap yaxşı. Gəlin indi mənlə birgə üzü yuyaq. Deməli, suyu sağ əlinə tökürsən, sonra da üzü yuyursan. Üzü yumaq bizdə uzununa və eninə yumaqdır. Uzununa deyərkən, suyu alnın yuxarı tərəfindəki saçın bitdiyi yerdən çənəyə, bura qədər tökürsən. Eninə deyərkən, əlini tam açdıqda və üzünə qoyduqda, əlin baş barmağı ilə orta barmağın əhatə etdiyi yer, üzün eninə yuyulması vacib olan yerdir. Yəni, bütün bu yerləri yumaq vacibdir və suyun həmin yerlərə çatmasından əmin olmalısan. Yumağa üzün yuxarı tərəfindən başlayır, aşağıya tərəf gəlirsən, daha əksinə yox. Birinci dəfə yumaq vacibdir, ikinci dəfə yumaq müstəhəbdir, üçüncü dəfə yumaq isə dəstəmazı batil edir. Aydındır? Üzü yuyarkən bu sözləri demək müstəhəbdir. Allahümme bayyid vecihi yevme tusveddu fihil vucuh ve la tusavvid vecihi yevme tubyaddu fihil vucuh. Bu da üzü yuyarkəndir. İndi də ayəni tamamlayaq. Deməli, Allah Teala buyurur. Ya eyyuhellezine amenu izâ qumtum ilas-salât faghsilû vujuhakum ve eydiyakum ilal marafiq. Deməli, üzü yuduqdan sonra əlləri dirsəklərə qədər yumaq vacibdir. İndi də sünnəyə qayıdaq və Allah Rəsulu ilə birgə tamamlayaq. Allah Rəsulu buyurur, üzünü yusun və əllərini dirsəklərinə qədər yusun. İndi isə əli dirsəyə qədər yuyuruq. Deməli, müstəhəbdir ki, suyu sağ əlinlə götürüb sol əlinə tökəsən. Sonra da suyu dirsəkdən barmaqlara qədər tökəsən. Yəni bu yerdən, bura dirsəkdir. Baxın, dirsək buradır. Sonra belə yuyursan. Suyu götürürsən, sol əlinə tökürsən. Dirsəkdən barmaqların ucuna qədər. Belə edirsən. Əmin olmalısan ki, su dirsəkdən barmaqların ucuna qədər çatmışdır. Birinci dəfə yumaq vacibdir. İkinci dəfə yumaq müstəhəbdir. Üçüncü dəfə yumaq isə dəstəmazı batil edir. Əlini yumağa başlayarkən bu sözləri deməyin müstəhəbdir. Allahümme a'tini kitabi biyemini vel hulde fil cinan biyasari ve hasibni hisaben yasira. Sonra sol əlini yumağa başlayırsan. Həmçinin onu da dirsəkdən, yəni buradan, barmaqlara qədər beləcə yuyursan. Əmin ol ki, su barmaqların ucuna qədər çatsın. Və deyirsən, Allahümme la ta'tini kitabi bişimali ve la min vera'i zahri ve la tec'alha mağluleten ila unuqi ve a'udhu bika min muqatta'atin niran ve nıqsanil iman. lap yaxşı. Burada mühüm bir məsələni izah etməliyəm. Bildiyiniz kimi, xilaf əhli əlləri yuyarkən barmaqlardan başlayıb dirsəkdə qurtarırlar. Şiələr isə dirsəkdən başlayıb barmaqlarda qurtarırlar. Bu ixtilaf nə üçündür? Cavab, mübarək ayə deyir. Faghsilû vujuhakum ve eydiyakum ilal marafiq. Sən dirsəklərə qədər sözü eşidəndə birbaşa zehninə əlini barmaqlardan dirsəklərə qədər yumaq gəlir. Bu da ayəni səhv anlamaqdır. Çünki ayə sənə yumağın səmtini bəyan etmir. Ayə sənə demir ki, əllərinizi barmaqlardan dirsəklərə qədər yuyun. Əksinə, dirsəklərə qədər deyir. Ayə gəlib ki, yumağın hüdudlarını anlatsın, səmtini yox. Burada ila sözü son nöqtə demək deyildir. Çünki bu sözdən əvvəl min sözü gəlməmişdir. Hətta bəyan etsin ki, haradan başlamaq lazımdır. Çünki əl barmaqlardan biləyə qədər əldir, dirsəyə qədər də əldir. Həmçinin çiyinə qədər də əl hesab edilir. Bu ayə də gəlib ki, yuyulan yerin hüdudlarını bəyan etsin. Belə ki, ayə dirsəklərə qədər deyir. Yəni, əlini dirsəklərinlə birgə yu. Bu kimi mənalar Quranda çox gəlmişdir.
Buna misal olaraq Allahın bu ayəsidir. Necə ki, Əl-Bəğavinin təfsirində 2-ci cilddə, səhifə 160-da Allah Taala belə buyurur. Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin. Yəni öz mallarınızla birgə. Həmçinin Allah Taala buyurur. Kimlərdir Allahla birgə mənim köməkçilərim? Yəni Allahla birgə. Deməli buradan başa düşürük ki, ayə dirsəklərə qədər dedikdə yumağın hüdudunu izah edir. Yumağın səmtini deyil. Aydındır? Lap yaxşı. İndi də dəstəmazı tamamlayaq və mübarək ayəyə qayıdaq. Belə ki Allah Taala buyurur. Başınıza və iki ayaqlarınızın üzərinə, hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məs edin. Həmçinin sünnədə Allah Rəsulu buyurur. Başına və ayaqlarının dik yerinə qədər məs çəksin. İndi də başa məs çəkməyə gələk. Elə ki sol əli yuyub qurtardı. Yenidən su götürüb başına məs çəkirsən? Cavab: xeyr. Əksinə, əlində qalan su ilə başına məs çəkirsən. Yaxşı. Başın hansı yerinə məs çəkmək lazımdır? Müxaliflər kimi bütün başa məs çəkməliyik? Cavab: xeyr. Çünki ayədə belə deyilir. Biruusikum, başlarınıza. Yəni başın bir hissəsinə məs çəkin. Daha bütün başa deyil. Deməli, başın 1/4-ə məs çəkirsən. 3 və ya 4 barmaq miqdarında. Hətta bir barmaqla belə məs çəksək caizdir. Beləcə, tükün bitən yerinə qədər məs çəkirsən. Bura qədər, bu yerə qədər. Və deyirsən, Allahumma ghashini bi rahmatika və afwika və ridwanik. Başa məs çəkməyi bitirdikdən sonra yenidən su götürəcəksən? Xeyr, əksinə. Əlində qalan su ilə ayaqlarına məs çəkəcəksən. Necə ki Allah Taala buyurur. Başınıza və iki ayaqlarınızın üzərinə, hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məs edin. Həmçinin necə ki Allah Rəsulu səhih hədisdə buyurur. Başına və ayaqların dik yerinə qədər məs çəksin. Yəni ayaqlarına belə məs çəkirsən. Mənlə bir yerdə baxaq. Ayaq sabit olmalıdır və bu sözləri deyirsən. Allahumma thabbitni alas-sirat yawma tazallu al-aqdam. Sonra sol ayağına məs çəkirsən. Həmçinin burada da sizə mühüm bir məsələni izah etməliyəm. Müxaliflər məs çəkmək əvəzinə ayaqları yuyurlar. Və bu da ayəyə və Allah Rəsulunun səhih hədisdə söylədiklərinə ziddir. Hansı ki buyurur, başına və ayaqlarının dik yerlərinə qədər məs çəkməlidir. Həmçinin bu hədis bir neçə mənbələrdə gəlmişdir. İndi də sizə digər bir mənbəni təqdim edim. Darimi Əl-Musnəd kitabında 1-ci cilddə səhifə 839-da deyir. Biz Allah Rəsulunun ətrafında əyləşmişdik ki, və ya Allah Rəsulu əyləşmişdi və biz də onun ətrafında əyləşmişdik ki, bir nəfər içəri daxil olub üzünü qibləyə çevirdi və namaz qıldı. Namazını bitirdikdən sonra gəlib Peyğəmbərə və cəmaata salam verdi. Allah Rəsulu ona belə buyurdu. Qayıt, namazını yenidən qıl. Çünki sən namaz qılmadın. Həmin şəxs geri dönüb yenidən namaz qıldı və biz də onun namazını izləməyə başladıq. Ondan nə eyib tutduğunu anlamadıq. Namazını bitirdikdən sonra gəlib Peyğəmbərə və cəmaata salam verdi. Peyğəmbər ona belə buyurdu. Qayıt, namazını yenidən qıl. Çünki sən namaz qılmadın. Həmmam deyir, bilmədik ona 2 dəfə yoxsa ki 3 dəfə belə əmr etdi. Həmin şəxs dedi. Heç bir qüsura yol vermədim və namazında mənə nəyi eyib tutduğunu da anlamadım. Allah Rəsulu buyurdu. Sizdən birinizin namazı Allahın ona əmr etdiyi kimi gözəl bir tərzdə dəstəmaz almayınca tam deyildir. Belə ki, üzünü və əlini dirsəklərə qədər yumalı, başına və ayaqların dik yerinə qədər məs çəkməlidir. Hədisin isnadı səhihdir. Deməli, namazının səhih olması üçün Allahın öz kitabında sənə əmr etdiyi kimi ayaqlarına məs çəkməlisən. Daha ayaqlarını yumamalısan. Demək, kim ki dəstəmaz alarkən ayaqlarını yuyursa, namazı batildir. Çünki o, açıq aydın olan ayəyə xilaf çıxır. Həmçinin möminlərin əmri Əli ibn Əbu Talib əleyhissalam dəstəmaz alarkən ayaqlarına məs çəkərdi. Necə ki, Əbu Davud Ət-Tayalisinin Əl-Musnəd kitabında 1-ci cilddə səhifə 125-də belə deyir. Əli zöhr namazını rəhəbədə qıldı. Sonra cəmaatın hacətlərini dinləmək üçün əyləşdi. O vaxta qədər ki, əsr namazı yetişdi. Sonra ona bir küzədə su gətirildi. O da ondan bir ovuc götürüb üzünü və əllərini yudu. Başına və 2 ayağına məs çəkdi. Hədisin axırlarında deyilir. Bu dəstəmaz dində dəyişiklik etməyənin dəstəmazıdır. Yəni, dində dəyişiklik etməyənin və bu düzgün dəstəmazı dəyişməyənin. Hədis səhihdir. Bunu Əhməd və Buxari də nəql etmişdir. Lakin Buxari adəti üzrə bu hədislə bir qədər oynamışdır. Gəlin mənlə birgə baxaq görək o nə edib. 5716-cı hədis eyni hədisdir. Ta ki deyir. Sonra ona su gətirildi. Ondan içib üzünü və əllərini yudu. Başını və ayaqlarını isə yad etdi. Gördüyünüz kimi hədislə oynamışdır. Məşq sözünü gizlədib onun yerinə yad etdi yazır. Bu hədisdə yad etdi sözü nə anlam verir? Nəyi yad etdi? Nə üçün Buxari hədislə oynayır? Güc və qüdrət yalnız Allaha məxsusdur. Mühüm olan budur ki, Allah Rəsulunun və möminlərin əmrinin mübarək ayəyə əsasən aldığı dəstəmazı gördünüz. Lakin müxaliflər deyirlər ki, ərcüləküm sözü fəthə ilə, təsirlik halında gəlmişdir və bununla da qəsl, yumaq sözünə əlavə edilməlidir. Daha kəsrə ilə, yönlük halda gəlmədi ki, onu başlar sözünə əlavə edək. Deməli, ayaqları yumaq lazımdır, məşq çəkmək deyil. Bu sözlər müxaliflərin dedikləridir. Bu sözlərə cavab olaraq deyirik. Bəzi qiraətdə kəsrə ilə gəlmişdir. Yəni, və ərcüləküm. İndi də həmin nüsxəni sizə təqdim edirəm. Susinin Əbu Əmr Əl-Bəsridən nəql etdiyi nüsxədir. Bu nüsxə Səudiyyədə çap edilmişdir. 2 şərəfli hərəmin xidmətçisinin rəhbərliyi altında. Necə ki sizin qarşınızdadır. Deməli ayədə deyilir. Ya eyyuhellezine amenu, iza qumtum ilas-salat faghsilu wujuhakum və eydiyakum ilal-marafiq, wamsahu bi ru'usikum və arjulikum ilal-ka'bayn.
Deməli, digər qiraətlər kimi mütəvatir olan bu qiraətə əsasən ərculey kimi sözü rus, başlar sözünə əlavə edilmişdir. Bu zaman ayaqlara məşq çəkmək lazımdır, daha yumaq yox. Ümumiyyətlə, Peyğəmbərin zamanında hərəkələr mövcud deyildi. Hətta iki qiraətlə gəlsə belə, kəsrə və ya fəthə ilə ayaqlara məşq çəkmək lazımdır. Necə ki, onların böyük alimi İbn Həzm özünün Muhəllə bil Asar kitabında 1-ci cilddə səhifə 301-də deyir. Məsələn, ayaqlar barəsində dediklərimizə gəlincə, Quranda məşq çəkmək nazil edilmişdir. Belə ki, Allah Təala buyurur: "Başınıza və iki ayağınızın dik yerlərinə qədər məşq çəkin." İstər lam hərfi kəsrə ilə oxunsun, istərsə də fəthə ilə oxunsun. Hər bir halda rus sözünə əlavə edilmişdir. Ya söz baxımından, ya da ki, mövqe baxımından. Bundan başqası caiz deyildir. Çünki əlavə edilmişlə və əlavə edilən arasına mübtədə daxil olmamalıdır. İbn Abbasdan da belə nəql edilmişdir. Quranda məşq çəkmək nazil edilmişdir. Yəni dəstəmazda iki ayaqlara. Ayaqlara məşq çəkməyi sələflərdən bir çoxu demişdir. Onlardan Əli ibn Əbu Talib, İbn Abbas, Həsən, İkrimə, Şəbi və digərləri. Həmçinin bu Təbərinin də dediyidir və bu barədə rəvayətlər nəql edilmişdir. Belə ki, Rifaya ibn Rafi deyir ki, Allah Rəsulundan belə eşitmişdir. Sizdən birinizin namazı Allahın ona əmr etdiyi kimi gözəl bir tərzdə dəstəmaz almayınca tam deyildir. Belə ki, üzünü və əlini dirsəklərə qədər yumalı, başına və ayaqların dik yerinə qədər məşq çəkməlidir. Həmçinin təyəmmüm almaqda da digər mühüm bir məsələ vardır. Belə ki, mübarək ayədə deyilir: فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيَكُمْ. Görürük ki, təyəmmümdə yuyulan yerlərə məşq çəkmək lazımdır. Çünki dəstəmazda üzü və əlləri yuyuruq. Məgər belə deyil. Təyəmmümdə isə dəstəmazda yuyulan yerlərə məşq çəkirik. Bunlar da üz və əldir. Həmçinin bu İbn Abbasın söylədikləridir. Necə ki, Əbdürrəzzaqın Əl-Musənnəf kitabında 1-ci cilddə gəlir. İbn Abbasdan onu belə dediyi nəql edilmişdir. Allah Teala iki yumağı və iki məşi vacib etmişdir. Məgər görmürsən ki, təyəmmümü xatırlatdıqda yuyulan yerlərə məşq çəkilən yerlər qərar verdi və məşq çəkilən yerlər isə tərk edilir. Budur Allah Rəsulunu dəstəmazı. Necə Allah ona əmr etmişdir. Dəstəmazı bitirdikdən sonra deyirsən: Allahumma inni əs'aluka tamamel vudu və tamamel salat və tamamel ridvanik vel cennə. Bu şəkildə də dəstəmazını kamil şəkildə almış olursan. Ümid edirəm ki, çoxlu dəlillər gətirməklə vaxtınızı çox almadım. Bilirsiniz ki, mən yalnız səhih və aşkar dəlillərlə danışıram. Mənlə birgə düzgün dəstəmaza müstəhəb və vacib əməlləri ilə birgə şahidlik etdiniz. Şükran lakum və səlamu aleykum və rəhmətullah.